Bu dərsimizdə biz display mövzusu ilə tanış olacağıq. Bu mövzunu mən 3 bölmə böləcəm. İlk bölümdə display, inline və blok etiketləri ilə tanış olacağıq. Dərsin əvvəl mən bu şəkildə qeydlərimi yazmışdım. Blok etiket nədir? Birinci bundan başlayaq. Index.html-də ilk olaraq div etiketini yazmışam. Blok etiket də adından da göründüyü kimi blokluyur, yəni hər tərəfə əhatə eləyir. Mən gəlib burada divə background red yazdığım zaman genişlik olaraq bütün sahəni əhatə etmiş oldu. Ancaq mən gəlib index.html-də A linkimə hər hansısa bir link yazmıram və bura link sözünü yazıram. Və eyni rəngi gəlib A linkimə verirəm. Və baxdığım zaman content hissəni, yəni yazıların olduğu sahəni əhatə etmiş oldu. Yəni bloklanmış olmadı. Bu nə deməkdir? İndi link etiketimə vid olaraq 20 piksel yazıram. Baxın, genişlik artmadı. Ancaq eyni dəyəri mən div üçün yazsam, baxın bu şəkildə görünüş almış olacaq. Və yaxud da ki, padding verək. Padding 20 piksel olsun. Bu şəkildə olacaq. Ancaq link etiketimə padding 20 piksel yazsam, bunu tam olaraq görmədik. Rəngi bu şəkildə verək. Buna hələ padding vermirəm. Hal-hazırda div etiketim bu şəkildədir. Ancaq mən padding yazdığım zaman baxın, div etiketini üstələdi. Və hətta index.html-ə gəlirəm. İkinci bir div etiketi yazdığım zaman, indi bu dəyərləri biz silək hələ ki. Bunun da rəngini yaşıl rəngdə verək. Biraz bulanıq olsun. Aha, bu şəkildə və ikinci bir div etiketi yazdığım zaman yeni bir sətirdə yazılmış olacaqdır. Ancaq mən bunu inline etiketə əlavə etsəm, baxın, inline etiket olduğuna görə yeni bir sətrə keçmədi, qarşısında yazdı. Baxın, bu da vacib məsələlərdən biridir. Ona görə mən gəlib link etiketimə display blok yazdığım zaman baxın, artıq blok etiket rolunu oynamış oldu. Yəni mən gəlib padding 20 piksel yazsam, artıq div etiketini üstələmədi. Və vid olaraq 20 piksel yazdığım zaman baxın, bu şəkildə genişliyini də dəyişə bilirik. Blok etiketinə gəlib display inline yazdığım zaman artıq inline etiket kimi davranacaq. Necə ki, default olaraq A linkim yan-yana gəlmişdi. Bu dəfə də div etiketim display inline olduğuna görə yan-yana gəlmiş olacaqdır. Ancaq div etiketim default olaraq display blok şəklindədir. Bunları silirəm. Həm blok etiketimi, həm də ki inline etiketimin xüsusiyyətlərini daşıya biləcək bir CSS xüsusiyyəti daha var. Bu da display inline blokdur. Yəni inline blok yazdığım zaman baxın, artıq div etiketimlə bir yerdə, yəni eyni sətirdə link etiketlərim də yan-yana düzülmüş oldu. Yəni artıq div etiketi həm inline, həm blok xüsusiyyətini özündə daşıyır. Yəni mən artıq gəlib burada divimə padding 20 piksel yazdığım zaman daxildən 20 piksellik boşluqlarla əhatə olunmuş olacaqdır. Və eyni qaydada gəlib display inline blok yazdığım zaman və buna da mən padding 20 piksel yaza bilirəm. Baxın, bu şəkildə daxildən 20 piksellik boşluqlarla əhatə olunmuş oldu. İndi sual verə bilərsiniz ki, həm inline, həm blok etiketini özündə daşıyan bir etiket varmı? Yoxdur. Elə bir etiketimiz yoxdur. İndi sual yarana bilər ki, bizdə misal üçün blok etiketi olaraq div etiketimiz var. Inline etiketi olaraq da link etiketimiz var.
digər etiketlər də varmı? Bəli, vardır. Bunu mən dərsten əvvəl bu şəkildə yoruma almışdım. Birinci sətirdəki blok etiketlərdir. Div etiketi, paragraf, H1 və yaxud da ki, həmçinin H2, H3, H4, H5 və H6 da daxildir. Listlərim bura daxildir. Header, footer, section, article, nav, forum və table etiketlərim blok etiketinə daxildir. Və ikinci sətirdəkilər isə inline etiketlərdir. Buna da span, link, image, strong və yazıların görünüşünü dəyişə bilən etiketlər vardır. Daha sonra small etiketi, label, input, text area, select və butonlarımız vardır ki, bunlar da inline etiketi daxildir. Ancaq bizdə inline blok açar kəlməsinə uyğun etiketlərimiz yoxdur. Biz onları sadəcə bu şəkildə yazaraq qeyd etmiş olacağıq. Bu kodların nə zaman istifadə olunacağını siz özünüz təyin edə bilərsiniz. Nə zaman inline, nə zaman blok və yaxud da ki, inline blok açar kəlməsindən istifadə olunacaq. Bunu siz özünüz təyin edə bilərsiniz. Birinci bölümümüzdə display, inline və blok etiketləri ilə tanış olduq. İkinci bölümümüzdə isə flexboxlarla tanış olacaq. Gəlin vaxt itirmədən ikinci bölümümüzə keçid alaq.